Mahallede qazanxanamızı yekunlaşdırdıq. Deməli 40'lıq kombimiz baymaq. Kombimiz altın ventilləri hamısı qaydasında. Qazımızın ventili, regulatoru, manometri, dəngə qabı. Dəngə qabına filtr qoymuşuq kombiyə zirzibil getməsin nasosuna. Deməli 3 dənə nasosumuz var. Nasoslarda əks klapan var. Su geri qayıtmasın deyə. Manometrimiz, avtomatik hava pirijoru, obratka ve podachada parametrlərimiz var. Ventiller, silivimiz, bir dənə vızılma klapan. Hamısı da RTF ilə işlənir. Deməli boylerimiz, 200 litrlik boylerimiz, dövriyə nasosu, altta klapanı, filtri, bir də ki filtr, şu filtr var, gəlir. Genişlənmə çənin, biri boylerin, biri də sistemin. Yerimiz dar olduğu üçün asma genişlənmə çənləri qoyduq. Bax belə super vəziyyətdə hər şey. Borularımız da hamısı RTP, bu da elektrik şitimiz. Buradan nasoslara xət verəcək elektriklər. Hər şey öz qaydasında. Allah eviyyəsinə xeyir versin. Gözəl bir şəkildə. Dağların qoynunda. Hayırlı olsun.